Baxırıq bu gün keçirilən birinci qrupların blok imtahanı düşən suallardan birinə x-in və y-in qiymətlərini müəyyən etmək lazımdır. X-in qiyməti müəyyən etdikdə 4 üstü x 28-dir. Yəni stabil bir qiyməti yoxdur. Hansı aralıqda qiymət aldığına baxmalıyıq. 4 üstü 2-miz 16-dır. 4 üstü 3-ümüz 64-dür. Bildiyimiz kimi 28 16 və 64 arasında yerləşir. Bunun üçün də x 2 və 3 arasından bir qiymət alır. Gəldik y-ə. Yenə 3 üstü y-imiz 38-dir. Y-imiz 3 üstü 3-ümüz 27-dir. 3 üstü 4-ümüz 81-dir. Y-imiz 27 və 81 arasından bir qiymət alır. Yəni 38. 3 və 4 arasından bir qiymət alır. Deməli, burada baxırıq ki, y-dən böyükdür. Bunlara baxırıq. Y-dən böyükdür. Modulu atarkən onların yerini dəyişməliyik. X 3-dən kiçikdir. Yerləri dəyişir, mənfi cəhət təsir eləyir. 3 plus 2. Y 5-dən kiçik olduğu üçün olduğu kimi qalır. Y-lər və x-lər islah olur. -3 plus 5 cavab 2. Açıq sual idi.